Herkese salam, kanalıma xoş gəlmisiniz. Vloguma səhərlər başlayıram. Bu səhər manna yeməyə qərar verdim. Mən manna yeyəndə yaxşı, yəni qarnım düz olur. O vaxt arıqlayanda səhərlər manna yeyirdim. İndi dedim dəyişiklik olsun. Hər gün yumurta yeyirəm. Bu dəfə də manna yeyim. İdman hərəkətlərimi elədim, sonra da duşa girdim. İndi də saçımı quruduram. Bu qurbanı da o qədər istifadə edirəm ki, deyirəm qoy bitsin də, təzəsini almaq istəyirəm. Bilirəm ki, təzəsini də alsam bu burada qalacaq, heç istifadə eləməyəcəm. Həm də heyifdir də pul vermişəm. Heç xoşum gəlmədi bundan. Mən bunun fiolet bir rəngi var idi. Ondan almışdım. Bu çox qəşəng idi. Həm qoxusu, həm belə özü də qəşəng idi. Amma bu elə bir ki, necə deyim, dərman iyi gəlir də vuranda saçma. Başqa bir məhsul görmüşəm. Vaxt edib gedib ondan alacağım. Şöyle mütləq almalıyım. Demək ki, bir damcı qabı nümayə edəcəm saçın ucuna da vursun. Onsu da vurur. Hamamdadılar. Səsləri götürüb aləmi. Demişim girin. Vanlanı doldurmuşam. Rahim oradadır. Nilay da orada çimir. Səsləri götürüb aləmi. Deməli sevinirəm qızlar. Çünki o detoksu eləyirsən. Səhəri dururam, qəşəng. Həmin gün göstərmir tərəzidə də çək verdiyin çəkini. Səhəri çıxıram, görürəm ki 1 kilo getdi. 2 kilo gedib məndən demək olar ki. Sabah da biraz qramı qalıbdı. Sabah da indi çıxacam tərəziyə, olacam 63 kilo. Mən ama 65 göstərirdi. Mən Mirtiç rahimdən sonra mənim kilom 63 olubdu da. Yəni heç 65'e qalxmamışam. Bu necə ola bilər ki, mən gedib 65'e çıxmışam rahat şəkildə. Heç vecimə də deyil. Ümumiyyətlə qızlardan padruqalarımda kimsə kökələndə sırası deyirəm. Deyirəm ki, çək almısan da. Yəni qabağını almaqdan ötürü xəbərdarlığım. Çox az görəm həmin adamın xətrinə deyir ki, mən kökəlməmişəmsə, deyirəm yaxşı özün bilərsən. Amma yəni çək almısan da, çalış qabağın al, yoxsa get-gedə vəbşə o dönülməz yollara çıxacaqsan. Belə. İndi mənə heç deyən olmayıb ki, sən kökəlmisən. Evdə mənə Tural dedi ki, sən kökəlmisən. Adam özü hiss eləmir axı. Güzgüyə baxanda bir bilirsən. Bir də ki, kimsə kənardan sənə deyəndə. Baxmayaraq mənə deyirlər ki, o qədər arıq olmuşam ki, deyirlər ki, sənə bu çəki yaraşır. Amma mən istəmirəm. O elə çəkim olsun. Mən istəyirəm ki, haradasa mənim çəkim 58 olsun. 58 yaxşıdır. 58 o tərəfi istəmirəm açığı. 58 ideal çəkidir mənim üçün. Boyuma görə. Boyum 1.65'dir. Boyuma görə mənim çəkim 58. Başlayıram saçımı qurutmağa. Bu arada sizdən bir istəyim olacaq. Əgər vloglarıma, kanalıma abunə olmadan izləyirsinizsə, mütləq kanalıma abunə olun. Artıq 10.000 abunə olmaq istəyirəm. Ona görə də bu yolda da sizin dəstəyinizə ehtiyacım var. Mənə dəstək olmaq üçün vloglarımı yaxınlarınızla mütləq bölüşün. Bu arada da onu qeyd eləmək istəyirəm ki, məndə dəyişiklik var. Nə əcəb mənim diqqətçi izləyicilərim buna fikir verməyib. Tapın görüm nədir dəyişiklik olan. Mütləq rəylərdə fikirlərinizi yazın. Belə baxanda gəl hiss elədinizsə deyirəm. Heç hiss elədi, saçımı kəstirmişəm. Getdim saçlarımı görürsünüz belə kəstirdim uclarından. Ribanka kəstirirəm mən, amma arkasını düz elətdirirəm də həmişə. İndi bir də buralarını çox qısa elətdirmirəm biraz. Yanan yerlərini götüzdürdüm. Əsən heç bacımla neçə dəfə danışıram telefonda, heç demir ki saçını kəstirirsən. Ya gəlinimizlə də danışdım. Demədilər ki, saçını kəstirmirsən. Görürəm, hiss eləmirlər, heç mən də demədim. İndi buradan bilərsin. Kəstirdim ki, qəşəng uzansın. Çünki kraskadan sonra mütləq, mən saçımı açdırıram da, mütləq ondan sonra uzun kəstirmək lazımdır. Çünki saç belə yanından fason olur da, uclar keyfiyyətsizləşir. Saç onda qəşəng tez uzanır. Bu dəfə bibim qızına kəstirmədim. Ben də kəstirmişəm. Bibim qızın vaxtı yoxdur. Qızına toy eləyir. Orada paltar tapmalıyam. Görüm nə giyinəcəm. May ayındadır. Az qalıb demək olar ki, 10-15 gündən sonra toydu. İstəyirdim bu günlərim gedəm uşaqlarla gəzməyə. Elə planlamışam. Dəhşət külək var. Hər vaxt planlayıram ki, uşaqlara deyirəm ki, sabahlarım hava qəşəng olsa gedəcəyik şəhərə. Səhər duruq ki, çovğundur. İndi yenə elə dəhşət külək var.
Küləkdə də istəmirəm də çıxardım uşaqları, xəstələnib eləyərlər deyə. Biraz viruslar falan çoxdur deyə ehtiyat eləyirəm. Bir dənə vazelin sürdüm. Bu niyə bu gündədir? Bu 100% Tural işlədəndir. Bu niyə bu gündədir? Bura vuracam. Rahim. Bugün Rahim elə bir səs gəlir, hamamdan çıxıb. Laminasiyyədə gərək qaşımı darıyam, yoxsa olmur, səlqəli qalmır. Gəlirəm Rahim. Göz kremimdə mütləqdir. Hamı maraqlanır məndən bu göz kremindən. Ki, bundan almaq istəyirik. Doğrudan qəşəng kremdir, mütləq alın. Su bazalı deyə. Mən əsas odur, qırışlarım azaltdı. Gəldim Rahim. Neyse, uşaqlar hamamdan çıxdı. Uşaqlar həftə içi də çimirlər, amma mütləq həftə sonları çimmək bir qanundur. Saçını fenləyirəm. Rahim də gözləyir, deyir mənim də saçımı fenlə. Əvvəl Rahim balaca vaxtı fen səsindən çox qorxurdu. Saçını kəsdirməyə aparanda dəhşət o səslərdən qorxub ağlayırdı. Ona görə başladım evdə saçını fenlə qurutmağa ki, o səsə öyrəşsin. İndi hər çiməndən sonra deyir ki, saçını fenləyim, öyrəşibdi fenə. Sonuncu dəfə Tural saçını kəsməyə tək aparıb, deyir ki, ağlamadı. Qablarımı yuyub yığmışam, suyu çəkilib, indi yerbəyer eləyirəm, sonra isə yemək hazırlayacağam. Sizdən bir məsləhət almaq istəyirəm. Hər ehtimala fikirləşirəm. Keçən il mart ayında mən şəkərbura paxlava etmişdim. Onun içliyindən qalıbdı, hər ikisindən qalıb və mən bunu paketə qoyub xaladelnikin aşağısında saxlamışam. Yəni buzluqda yox, normal gözümdə saxlamışam. Sizcə o xarab olmuş ola bilər? Yəni onu istifadə edə bilərəm, yoxsa xarab olar? Əgər desəz ki, xarab olar, götürüb atacağam. Hələ ki şübhəli qaldığına görə istifadə eləməmişəm. Bu ilki də mart ayında elədiyim şirniyyatdan içliyi qalıb, amma bilmirəm ki, nə edim. Makaron eləyirəm. Ət yoxdur da soğan eləyəcəm. Soğan tam üstünə də bunu tökəcəm. Hələ ki qaynasın. Makaronlardan xoşum gəlir, bantiklərdə. Ankaranın ümumiyyətlə makaronlar çox qəşəngdir. Nə yapışır, nə xəmir kimi olur. Var. Uşaqlar yemək istəyir. Tural evdə yoxdur, gün təkik. Ona görə rahatlıqla 4 paçkan pişirdim. Biləm ki, qalmayacaq. Ya da başqa yemək pişirən deyiləm. Elə mən də bunu yeyəcəm. Soğanı belə qovuram, yox atmışsın. Şərhlərdən baxıram ki, bir çox mamalar mənim kimi əziyyət çəkirlər, uşaqları yemək yemir, kapriz edirlər. Mən Nilay balaca olanda bir dəfə məcbur elədim və sonra da əsəbləşib ağladım, uşaq da peşman oldu, ondan sonra isə yığışdırdım. Bunu düşünürəm ki, normal qarşılamaq lazımdır. Mən heç vaxt uşaqlarımı məcbur eləməmişəm ki, hansısa bir yeməyi yeyin. Onlar da bir insan kimi fikirlərinə hörmətlə yanaşmışam. Ona görə də ürəkləri nə istəyirsə, onu tez-tez edirəm. Məsəl üçün, makaron demək olar ki, hər gün hazırlayıram, çünki xoşlayırlar. Ona görə də bişirirəm. Siz də çalışın ki, sevdiyi yeməkləri çox edəsiniz. Qəşəng bir gün düşür. Pəncərəni açmışam evə, gün düşür. İstəyirəm ki, pəncərənin şüşələrini silim. Bilmirəm, yağış yağacaq ya yox. Amma istəyirəm ki, siləm də, çünki çox boz görsənir də. Bir də pərdələri də yumaq istəyirəm. Rahimin də bəzi oyuncaqlarını yığışdırmaq istəyirəm. Bir dənə paketə qoyub gizlətmək istəyirəm. Çünki evə tökür. Ev elə bir ki, səliqəsizdir. Bir dənə qonağım gəlsə qəfəyə, biabır olaram da yəni. Deyərlər ki, Səid ev təmizləmiş. Allah, biabır olaram konkret. Fonuma baxın. Baxın, necə dağıdır. Görürsünüz, gözümü çıxartdı. Şenk hava var. Başlayayım pəncərələri təmizləməyə. Bunu çıxardıram da. Ama niye soğuk? Ama Ardamı yuram. okey ama.
Burada saçımı yüngül yığdım, sonra başım başladı ağrımağa. Elə peşman oldum. Bu aralar çox yağış yağdı deyə pəncərənin şüşələri demək olar ki, bomboz palçıqlıdır. Baxanda boz görsənir. Mən də narahat eləyir bu görüntü. Ona görə də dedim yağış da yağsa eybi yoxdur. Pəncərənin şüşəsini yüngülvari siləcəm. Sonra düşündüm ki, qoy pəncərəni silməmişdən öncə pərdələri də söküm yuyum. Neçə vaxtdır söküb yumuram. Yəqin ki, bu fikrimdən də razı olarsınız. Pərdələri yuyandan sonra evin abu-havası dəyişir, evdə fərahlıq olur. Pərdələrimin qısalığından da sual vermisiniz. Bu Tralgilin evlərinin ölçülərinə uyğun olaraq tikilibdir. Yəni cehizlik pərdələridir. Bu qış ağlıma batmışdı ki, pərdə almalıyam. Tural'la bir neçə mağazaya getdik, baxdıq. Belə də qiymətləri ucuz deyil, pərdələrin qiyməti bahadır. Tural da dedi ki, bu neçə il gözləmisən, bir neçə ay qalıb, səbir ol. Özümüzə köçəndə mebellərə dizayna uyğun pərdə tikdirərsən. Mən də düşündüm ki, düz deyir. Çünki mən keçəndə ən azından bu mebelləri də aparmayacağam. Divan kreslom təmiz dəyişiləcək, yeni mebel alacağam. Ona görə də bu pərdə ilə burada yola verəcəm. Burada pəncərəni siləndə elə utanıram. Yol qırağıdır deyə. Bir də görsən acı olur. Hamı dayanır, avtobusda, maşında olanlar hamısı mənə baxır oradan. Qarı baxırlar. Elə utanıram. Çalışıram ki, ora baxmayım. Maşınlar dayandısa çəkilirəm. Gedən kimi də başlayıram silməyə. Qızlar, keçən dəfə qaynana gəlin mövzusunda bir məsələyə toxunmuşdum. Bəzi qaynanaların övladlarını istər kirayə olsun, istər öz evi evdən çıxarıb tək yaşamağa məcbur etməsi haqqında şərhləri oxudum və düzünü desəm biraz təəccübləndim. Əksəriyyəti yazmısınız ki, gəlinlər tənbəldir. Gəlinlər iş görmür. Ona görə qaynana çıxarır. Gəlinlər aqressiv. Mən bu fikirlə tam razı deyiləm. Gəlin belə danışaq. Hər evin öz qaydası var. Bəli, amma hər şey gəlin tənbəldir deyib bağlamaq olmaz. Bir evdə huzur olması üçün gərək hər iki tərəf anlayışlı olsun. Əgər bir gəlin gənc yaşda gəlib o evin bir fərdi olursa, ona tənbəl damğası vurmaq yerinə yol göstərmək, onu qazanmaq lazımdır. Ev işi həmişə var. Mən də bu gün səhərdən ayaq üstəyəm, pərdə yuram, pəncərə silirəm. Amma məsələ təkcə iş görmək deyil. Məsələ hörmətdir. Gəlin aqressivdirsə, bəlkə də onun bir səbəbi var. Bəlkə özünü o evdə yaxşı hiss eləmir. Məncə çıxış yolu evdən uzaqlaşdırmaq yox, orta yolu tapmaq. Siz necə düşünürsünüz? Həqiqətənmi hər şey günahkar gəlinlərdir? O gün podruqam mənə bir hadisə danışdı. Dedi, tanıdığım biri var idi. Gəlin zülm edirmiş qaynanaya. Qaynana isə süfrədə tək otursa da onlar üçün süfrəyə boşqab qoyurmuş. Amma tək oturub yeyirmiş. Gəlin nə etsə qaynana ona qarşı aqressiv olmurmuş. Hətta bir süfrədə oturub yemək də yemirmiş. Belə sildim, bitirdim. Əslində bunu mən adətən belə pəncərəni şampunla falan silirəm. Ancaq yağış yağacaq dedi, bulut gəlir. Əlim soydu vapşı. Ona görə elə silip ilə sildim. Birinci adi parça ilə sildim palçığını. İndi də silip ilə sildim üstündən. Всё. Hava düzələndən sonra qəşəng təmiz siləcəm. Onsuz bu evdən köçəndə bu evi tərtəmiz edib keçəcəm. Bayaq hadisəni danışırdım. Deyir ki, gəlin buna fikir verir, görür ki, qaynana bu neynəsə də qaynana buna qarşı heç cür aqressiv olmur. Gəlin yavaş-yavaş qaynanaya qarşı fikirləri dəyişir, daha da mehriban olur. İndi deyir onlar o cür mehribandır ki, gəlin qaynananı ovucunun içində saxlayır. O dərəcədə mehriban olublar. Yəni bir növ qaynananın elədiyi hərəkət o deyilir, pisliyindən qalmır. Mənlik yaxşılığından qalır. Elə bir deyim var. Lap onun kimi edir. Həqiqətən də axırda hər şey xeyirlə itir. Buna baxın, görün nə eləyib. Peçenyeler doldurub bunun arxasına. Hey, baba. Demək ki, böyükdən çox şey asılıdır. Mən belə düşünürəm. Hər bir insan yaşa görə fərq yoxdur, kamil ola bilməz, düşüncəli ola bilməz. Burada ən çox böyüklərin üstündə məsuliyyət olur ki, onlar dünya görmüş adamlardır. Onlar daha təcrübəli olduğuna görə hər bir çətinlikdə onlar yola verməyi bilməlidir. Bu baxımdan gözləntilər buna görə qaynanalardan daha çoxdur. Bir də deyilir ki, indiki gəlinlər tənbəldir. Bu fikirlə heç razı deyiləm. Çünki indiki qadınların çiyinlərindəki yük əvvəlki nəsillərlə müqayisədə qat-qat artıb. Əvvəlki gəlinlər ancaq evin işini görürdülər, amma indiki gəlinlər həm ev işi görür, həm uşaq böyüdür, həm də çoxu çöldə işləyir. Ümumiyyətlə bu gəlin qaynana problemi keçmişdə var. Yəni niyə heç vaxt gəlin qaynana yola getməyib? Bu niyə bitmir? 21-ci əsrdə hələ də davam edir. Texnologiya inkişaf edir, kosmosdan danışırıq, amma hələ də qaynana gəlin problemi bitmir. Niyə tarix boyu bu iki tərəf tam yola gedə bilməyib? Gəlin biraz da dərin baxaq bu məsələyə. Məncə birinci səbəbi paylaşıb bilməməkdir. Bir ana illəri verir oğluna, böyüdür, o hər şey olur. Oğul da evlənəndə gəlinlə onun sevgisini, diqqətini onda paylaşmalı olur. Bir çox analar da elə bilir ki, oğlunu itirib. Bir də rəqabət məsələsi var. Mən yaxşı təmizləyirəm, mən yaxşı tanıyıram. Əslində hər iki qadın eyni adamı, evin oğlunu sevir. Amma birləşmək əvəzinə yarışırlar. Köhnə nəsil öz təcrübəsini dikt etmək istəyir, yeni nəsil isə azadlıq axtarır.
Bu mövzuda nə qədər danışsaq da bitməyəcək. Yenə də şərhlərdə sizin fikirlərinizə buraxıram. Buyurun, şərhlərdə fikirlərinizi yazın. Onu da özümdən deyə bilərəm ki, baxmayaraq ki, mən 3 ay qaynanamla bir yerdə yaşamışam. Ancaq bilirəm ki, qaynanam heç vaxt mənim təmizliyim haqqında mənfi fikir bildirə bilməz. Çünki mən öz öhdəmə düşən işlərimi görürdüm. Ancaq bizdə problemlər başqa bir şeylər oldu. Ona görə də rəylərdə çox da yazmayın ki, gəlinlər tənbəldir, gəlinlər iş görmür. Ona görə qaynanalar belə eləyir. Xeyr, hər evdə başqa bir səbəblərdən problemlər yaranır. Elə ailə var ki, orada gəlin yola getmir. Elə ailə də var ki, orada qaynana yola getmir. Gördüyünüz kimi qəşəng təmizlədim evi. Bu heç də Rahimin maşınlarıdır. O olmalıdır. Bunu izləyicim mənə yazmışdı. Nə idi bu? Güllər günahlardır, nədir? Adını tam bilmirəm. Birinci seriyasıdır. Axşamdan baxıram. Biraz baxdım, sonra gördüm, keçib getdim, yatdım. İndi qoymuşam, belə baxıram. Pəncərə də belə. Deyirəm ki, mən pərdəm qısadır deyə, ona görə mənə gəlir ki, bu yaxşı görsənmir burada. Gün düşməsə pərdə vurmaram. Belə də qəşəngdir. Burada da notebookumdur. Çəkdiklərimi atıram ora. Havaya baxın. Ayaladı, oradan təmizlik başqadır da. Buna baxın, çölə baxıram, görün nə gözəl görsənir, tərtəmiz görsənir. Bulut da gəldi, yəqin yağacaq. Getdi bu təmizlik dayı. Niyə? Görəsən. Pərdə eləyəm bura. Yulducu hazırdır. Gətirin pərdəni asım. Mən pərdəni çölə sərmirəm. Burada elə quruyur da. Çünki hələ bizdə kombişdir, söndürməmişik. Həm də qırış olmur. Bir də mənim ev halım. Evdə qalandan az makyaj eləyirəm. Elə nəmləndirici falan vururam, всё. İşə gedəcəm sabahlarım. Sabah yox, birinci gün. Birinci gün işə gedəcəm. Makyaj eləyəcəm. Sizlə bir yerdə hazırlaşacağam. Hə, mixək yadıma düşdü. Mixəkdir bu. Dəmləmişəm, üzə vurursan, deyir, qırışları, quruluğu götürür. Yəni, yadıma düşəndə istifadə edirəm. Belə. Aktrisadan xoşum gəlir. Bunu demək olar ki, bütün seriallarına baxmışam. Belə. Mənə daha çox şəhərlərdə suallar gəlir. Bacım, qardaşım haqqında. Biz evdə 2 bacı, 1 qardaşıq. Yoldaşımın isə 3 bacısı var. Yoldaşım evin tək oğludur. Bir də ən çox suallar gəlir ki, mənə evə niyə xalça olmur? Dəfələrlə bu şəhərlərdə bu sual verilir mənə. Mən 3 ildir ki, xalça istifadə eləmirəm. Çünki 3 il olar ki, allergiyadan şiddətli dərəcədə əziyyət çəkirəm. Neçə ildir artıq müalicə alıram. Son 1 ildə demək olar ki, düzəlmişəm. O da ki, gördüyünüz kimi payız, yaz aylarında tutur məndə. Ona görə xalça sərmirəm. Tüklü şeyləri görəndə ümumiyyətlə boğuluram. Bakraval belə görəndə tüklü. Elə bilirəm ki, boğuluram. Yəni allergiya ilə bağlı olaraq xalça yoxdur. Xalçam var, ancaq istifadə eləmirəm. Evdəki isti pol olduğuna görə soyuq olmur uşaqlara da, mənə də. Çalışdım ki, bu yerində də sizin suallarınıza cavab verim. Bu da pərdəm belə. Bu halı. Bunu bu tərəfə çəkəcəm, işıq düşsün. Ağrı biraz belə eləyəm. Onu belə eləyək. Xoşum gəlir də çölə baxmaqdan. Evdə də eləydim. Pəncərədən çölə baxa-baxa yatırdım həmişə. Ona görə elə həmişə gözüm pəncərədə olur, səmada olur. Fərdə mənim cehizliyimdir. Deyirəm elə köçəcəm, tədəsini alacam. Onsuz bu evdə всё da işlətdiyimdir. Öz evimə keçəndə bu təpərdən getməyəcək. Həm hündürdür, bizdə tavan orada da hündürdür. Həm də ki, bunlar modeli gedib. İndi prosta vurmuşam da qalıb. Deyinir ki, pərdədir. Vlogumu burada yekunlaşdırıram. Növbəti vloqlarda görüşərik.